Nərman, Dərləz qardaş, siyasətlə nəyi əldə edə bilərsən? siyasətlə insan çox şey əldə edə bilər, necə ki, başqa sahələrdə. Amma siyasətin öz xüsusi funksiyası var da. Siyasət əslində mənim düşüncəmə görə xidmət sektorudur. Mən həmişə dostlarımla danışanda illər əvvəldən bu sözü deyirəm ki, əgər həqiqətən də xidmət göstərmək istəyirsənsə, dövlətə, millətə, ölkəyə, bunun əsas iki sahəsi var. Ya hərbi sistemdə olmalısan, orada xidmət göstərməlisən, ya da siyasi sistemdə xidmət göstərməlisən. Mən siyasi sistemi seçmişəm. Həqiqətən də çox istəyərdim hərbi sistemdə olmaq, amma həyatda da hərənin bir qisməti var. Və siyasi sistemdə əldə etmək istədiyim hər şey normal olaraq dövlət üçündür, insanlar üçündür, Azərbaycan insanının daha yaxşı yaşaması üçündür, hüquqi dövlətdə yaşaması üçündür. Mənim siyasətlə və siyasətdə əldə edəcəyim hər şey xalq üçün, vətən üçün, rifah üçündür. Və təbii ki, bunu da qeyd etmək lazımdır ki, Azərbaycan milləti, Azərbaycan xalqı dünyanın ən gözəl xalqlarından, millətlərindən biridir. Əgər onun üçün nəsə əldə edəcəksənsə, bu millət səni əl üstündə gəzdirəcək.